salam, kanalıma xoş gəlmisiniz, yeni vloguma xoş gəlmisiniz, səfa gətirmisiniz. Bugün yeni bir vloga başlayıram. Düzünə qalsa, bugün vlog atmalı olduğumu çoxdan unutmuşam. Elə bilirəm ki, hazırda bir dənə videom var və mən rahatlıqla onu atacağam. Ona görə də rahat belə işlərimi həll eləyirdim. Bu aralar biraz başım qarışıqdır. Birazdan bu haqqda da sizə danışacağam. Sonra isə artıq girdim ki, görüm növbəti video nədir. Baxdım ki, nə video, heç nə yoxdur. Bu arada biz işə gedirik. Yemək çantalarımız, notebooklarımız, əlimiz, qolumuz dolu işə gedirik. Vlogda yeni olanlar üçün onu da deyim ki, yanımdakı krasavçıq mənim yoldaşımdır. Biz hər səhər bir yerdə işə gedirik. O əvvəlcə məni düşürdür, sonra isə özü davam eləyir. Hər səhər saat 7-də oyanıram. Bu gün də nədənsə budilniksiz öz istəyimlə oyanmışam və demək olar ki, gözümü açan kimi elə oyanmaq istədim və oyandım. Şokdaydım. Bilirsiniz ki, mən axırıncı videolarımdan birində demişdim ki, yeni bir ofisə köçürük. Hətta köçlə bağlı sizə vlogda çəkmişdim. Bura bizim yeni ofisimizdir. Port Baku 1-ə gəlmişik. Möhtəşəm bir yerdir və mən hər zaman arzulamışam burada işləməyi. Düzünə qalsa girişdə o qədər ciddi nəzarət var ki, insan belə işə yox da, nə bilim, hər hansı bir siyasi bir yerə gəlmiş kimi istəyir özünə nəysə. Nəhayət işə gəlib çatmışam. Biz ən yuxarı mərtəbələrdəyik deyə mənzərəmiz möhtəşəmdir. Mənzərəmi mütləq sizə göstərəcəm. Mən isə işə həmişə vaxtına yarım saat 40 dəqiqə tez gəlirəm. Bunun səbəbi isə probkaya düşməmək üçün. Liftimiz belədir, amma təəssüf ki, güclü yoxdur. Şəlalə orada səhər yeməyi yeyir. Burası ise bizim ofisimizde. Yeni ofisimiz. Sabahınız xeyirli xanım. Ve burada ben yerim. Əşyalarımızı qoyaq. Sonra gəlib yerləşərik. Gəlin sizə mənzərəni göstərim. Çox qəşəngdir ha. Bir də Sabinadan icazə almasam da buranı sizə göstərəcəm. Əminəm ki, o mənə icazə verəcək. İcazə versə bu videomu paylaşsın onsuz da. Baxın, bu onun oyuncaq kolleksiyası deyək. Nə qədər oyuncaq var. Belə. Başa düşdüyünüz qədərilə bizdə open space-dir. Girək yeməyimizi qoyaq soyuducuya. Şəlaləni yeyir. Deməli, bu şəlalənin ən sevdiyi pendirdir. Bunun ikinci dəfədir bunu alırsan. Ama çok güzel, sen de beğenmiştin. Həqiqi. Sen de yemiştin ya, gəlir. Artıq mən şəlalə ilə səhər yeməkləri yeyə bilmirəm. Baxın, burada da bizdə mətbəxdə belə bir yer düzəldiblər. Bura bir nəfərlik, burada 2-3 nəfərlikdir. Belə mənzərəyə qarşı oturub çayınızı, kofenizi içə bilərsiniz. Deməli, burada bizim yeni mətbəximizdir. Belə. Gedək yeməklərimizi yerləşdirək. Gedim yeməyimi yerləşdirim, gəlim şəlalə. Düzdür, Nabat xanımın çayının burada olmasa da, amma burada da çəki kötülü və belə hələ tam sərgiyə salınmayıb, təzə gələ bilərdi. Mixək və çəki çotun belə ayrıca dəmliyirlər. Bir də belə sadə çay içinə qatıb içirik. Mikrodalğalı sobalarımız. Bura belə şkafdır. Burada da xala deynikimiz. Mən nə getmişəm onu göstərim. Deməli, sabahın xeyrəli. Belə qatıq qarışığı getmişəm. Qatıq alına, ərik qurusu göstərəcəm sizə birazdan. Bir də belə mərcis bu gətirmişəm. Şəlalə də mən limon almışdı. Səhv eləmirəmsə buna xaldenki qoyum. Bu isə digər tərəfdə mənzərəmiz. Hərdən bir baxıram, görüm varlı insanlar necə yaşayır. Masam demək olar ki, eynidir, eyni forma, eyni cür. Yanımdakı insan eyni, şəlalə. Necə yəni? Hə, şəkillərim yoxdur. Burada şəkillərim vardı, xatırlayırsınız, onları çıxartmışam. Belə. Bu isə mənim diş üçün istifadə etdiyim dərmandır. Belə.
Sabina bu yanımda, Şəlalə bu yanımda. Sadəcə o istiqamətim dəyişib. Əvvəl elə fərz edin bu yanda otururdum, indi bu yanda otururam. Hə, bu gün də məzuniyyət ərizəmi yazacağam. Üzülürsən. Ya, narahat olma. Şeydir, hə, Şəlalə şoka düşdü. Sanki heç bilmirmişcəsinə. Bəli. Şəlalənin dərdi alıb indidən. Mən indidən gəz tutacağım. Neçə gün? 4 gün? 5. 5. Niyə istəməz? Mən qara geyinəcəm hər gün. Hər gün halva. Düşürükədə. Güzel edin, başıma gedərəm iş gələr. Ya iş olmazsa xahiş edirəm. Bir dənə sağ salamat qayıt. Hə, inşallah sağ-salamat gedək qayıdar. Amma siz də Vüsalə ilə gedirsiniz. Bəli, siz də mənlə gedirsiniz. Ondan fərqli. Hər anımı çəkməyə, paylaşmağa çalışacağam. Çox həyəcanlıyam. Mən həyatımda ilk dəfə əslində balayına gedəndə, Maldivə gedəndə təyyarəyə minmişdim. Onda da çox həyəcanlıyam. Hətta həyəcanlıydım. Əslində hətta onda 4 dəfə samolyota minmişdim. 2 dəfə gedəndə, 2 dəfə qayıdanda. Möhtəşəm bir hissdir. Sadəcə bunu deyim. Darıxmışammış. Avqustda, sentyabrın əvvəli getmişdik biz. Sentyabrın 2-si. Çox heyf ki, yəni çox heyf ki, mən həmin vaxtları vloqlamamışam. O qədər gözəl, o qədər möhtəşəm tətil idi ki, yəni mən nə bilim, inana bilməzdim ki, uşaqdan mənim xəyalım idi Maldivə getmək və mən inana bilməzdim ki, həyat boyu biz Maldivə gedəcəyik və belə bir möhtəşəm tətil keçirəcəyik. Belə dadı damağımda qalıb. Vallahi yenə pulum olsa yenə gedərəm. Amma indi başqa yerlər görmək vaxtıdır. Uşaqdan bəri kinolarda davamlı gördüyüm, nə bilim, kinolarda küçələrini gəzdiyim, İstanbula gedirik. Ümid edirəm yaxşı olar. Məncə yaxşı olacaq. Görərik də, bir yerdə gedirik onsuz da. Belə işçilər də yavaş-yavaş gəlməyə başlayır. Gedək suyumuzu da dolduraq. Gündəlik çalışıram ki, 1,5-2 litrə qədər su içim. Buralar hələ tam yerləşməyib. Birinci düşündüm ki, ayıbdır, amma sonra dedim ki, niyə? Burada onsuz da mən çox şəkil çəkdirəcəm böyük ehtimal, çünki işığı yaxşıdır. Bura bizim ofisin vizisidir, qadın vizisidir və olduqca işıqlı, gür işıqlı, sadəcə dardır, çox heyf ki. Amma belə baxın, bu hissədə şəkillər möhtəşəm alınır. Burada bütün masalar çox fərqlidir. Bizdə ofis sanki ortadan 2 yerə ayrılıb və 2 böyük open space ofisdir. Sadəcə olaraq biri liftdən girişdə sağ tərəfdədir, biri isə sol tərəfdədir. Qapısı falan yoxdur arada. Sadəcə olaraq dediyim kimi biri liftdən çıxanda sağ tərəfə dönəndədir, biri isə sol tərəfə dönəndədir. Belə istədim digər hissədə olan masaları, şirin masaları da sizin üçün çəkim göstərim. Mən çox bəyəndim. Bura daha rəngarəngdir sanki. Bu karakter kimdir, mən tanımıram. Nə bilim. Bu masaya baxın sizə Allah. Bu işdə çaxır içən kimdir? Yəni baxın belə bir şey. Burada da yenə də belə uzun, belə. O sırada maliyyə. Yəni ki heç nə də yəni. O qədər sıxacağıq ki. Yanıda. Belə. Ümumilikdə ofisimizi də bir yerdə gəzdik. Bəyəndinizmi? Mənə fikirlərinizi mütləq deyin. Əvvəlki ofisimizdə bir hissəsini görmüşdünüz ən azından, təxmini belə. Mebellər eynidir. Yəni oturduğumuz stollar, divanlar və s. elə oradan gəlib. Amma yəni buranın hava-havası fərqlidir. Məsələn, orada bu qədər open space deyildi. Tam cəmaət içində oturmurduq. Orada ən azından belə koridorun başqa bir qismində oturduq və ən axırda. Ona görə də bir növ qapımız olmasa belə özümüz otağı kimi bir şey vardı. Amma burada o da yoxdur. Dodaq boyamı da çəkeyim və başlayayım işləməyə. Çünki artıq saat 9-a 1 dəqiqə qalıb. Şəhərlərin gücüsünü oğrayaq. Bir də burada kurtqamı görürsünüz. Çünki hələ pencəklərimizi asmaq üçün bir yer təşkil eləməyiblər.
Bu arada bugün bizdə işdə çox dəyərli bir xanımın ad günüdür. Özü bugün işə gəlməyib, amma biz hədiyyəsini bu gün üçün sifariş eləmişik ki, masasının üzərində qoyaq və artıq sabah səhər o işə çox tez gəlir. Gələn kimi hədiyyəsi masasında olsun. Biz Şəlalə ilə bir yerdə ona hədiyyə almışıq. Çox düşündük nə alaq və məncə bəyənəcək bir şey almışıq. Onun çatdırılması olacaq. Əgər açıb göstərə bilsək, hədiyyəsini mütləq göstərəcəm sizə də. Elə bu videonu çəkib bitirən kimi kuryer zəng elədi ki, bəs xanım sifarişinizi gətirmişik, zəhmət olmasa düşüb təhvil götürün. Biz də Şəlalə ilə bir yerdə düşdük və götürdük. Gəlin bir yerdə baxaq. Kartinkaya yazarıq. Birbaşa aç. Oldu. Olmadı. Ay nə gözəldir. Çox qəşəngdir. Çevir. Ay çox qəşəngdir. Tam əl işidir. Keramikasından tutmuş rəngləməsinə, rəsmlərin çəkilməsinə hamısını xanım özü eləyir. Yəni həqiqətən çox qəşəngdir. Çox bəyəndim mən. Qəşəng. Ölçüsü də qəşəngdir əslində. Nə çox böyük deyil, nə də çox balaca deyil. Məncə belə qəşəngdir. Qablaşdıraq təkrar. Heç açmamışıq kimi. Buna da koy. Yok. Bunun qəşəng yazmaq lazımdır. Yazarıq. Nə yazaq? Sevgilərlə. Nə yazaq? Və müsaadələr. Yeri gəlmişkən onu da deyim ki, mən təbii ki, işlədiyim anlarda kameranı kənardan qoyub boş-boş özümü çəksəm, heç bir mənası olmayacaq, heç sizə də maraqlı olmayacaq. Ona görə də mən ancaq işdə, baxın, yemək yeyəndə, nə bilim, hədiyyə açanda və yaxud nə söhbət eləyəndə, ətrafı göstərəndə sadəcə çəkirəm ki, hər iki tərəfə həm çəkmək, həm də baxmaq maraqlı olsun. Bu arada mən aralıqlı oruc eləyirəm. Artı 3-4 gündür ki, bu periodda qidalanıram. Bəli, bunu arıqlamaq məqsədi ilə, çəki atmaq məqsədi ilə edirəm. Amma sizə deyim ki, mənim üçün ən yaxşı təsir göstərən metod da məhz budur. Bu şok diyetlər, ay 3 günlük diyetlər, ay 5 günlük diyetlər, bir həftəlik diyetlər, daha sonra yumurta diyetləri, belə şeylər mənə təsir eləmir. Ona görə də ən gözəli aralıqlı orucdur, sağlam qidadır. Yəni əmin olun ki, bunu siz də yoxlasaz, əgər çəki atmaq istəyirsinizsə, mütləq şəkildə ola bilməz ki, siz onun effektini görməyəsiniz. Bu mənim səhər yeməyimdir. Bayaq biraz çirkin görsəndi, amma qatığın içərisinə alma, ərik qurusu və biraz da qoz əlavə eləmişəm. Nahar vaxtıdır və mən işimi bitirmişəm. Gözləyirəm Şəlalə işimi bitirsin, çıxaq. Crescent'a gedəcəyik, biraz mağazalar gəzəcəyik. Marşda girəcəyik. Yox. Marşda girəcəyik. Sən nə sağlasın? Yox. Almamaq arzulayıram, almamaq istəyirəm. Yox, bizim öyle meyvələrimiz var. Ah, hə. Ah, lele, ah, lelas. Ah, lele. Beynimdən ancaq bu mahnı binansan. Zara'ya gəldik. Hər dəfə fikir verirəm, Zara'nın vitrinlərində başqa-başqa paltar olur. Məsələn, bugün gəlib baxıram, sabahsı gün tamam başqa bir şey olur. Belə sviter tərzi bir şey var. Qiyməti də 55 manat. Düşündüm ki, yəqin ki, çox baha olacaq, amma o qədər də baha deyilmiş. Bu rənglərdə var. Qəşəngdir əslində. Yəni, belə bir köynək. Qiyməti 129 manat. Məncə dəyməz. Materialı düzdür, çox yaxşıdır. O iş onun materialını bilmirəm, bilirsə yox. Elə bir materialdır, amma məncə bu qiymətə dəymir. Şəlalə belə bir pidjak bəyənib. Məncə də çox qəşəngdir. Biraz amma normal qalındır və bunu geyinsən korset kimidir biraz. Geyinsən tərpəmək mümkün deyil. Qiymət nə qədərdir görək? 160 manat başdır. Burada belə bir dənə sadə platya var. Amma bu da qalındır. Belə cins kimi materialı var. Mən düşündüm ki, biraz nazik olsa qəşəngdir, amma yenə də bu qiymətə dəymir. Düzdür, Zara'nın bütün paltarlarını bəyənirəm demək olar. Kolleksiyaları mənə çox hitap edir, amma yəni bəzən elə paltarlar olur ki, o qiymətə dəymirlər. Bu çanta yayda
Çox qəşəng olar. Qəşəng çantadır. Şirindir. Mən dəri qutqa almalıyam. Bu pis görsənmir. Burada belə qısarlar da var. İri-iri. Bunu bəyənmədim düzünə qalsa. Bu qəşəngdir, amma mən taxmaram. Mən özümə yaraşdırmıram. Bu nisbətən daha qəşəngdir. Belə maykaları qoyublar. O 8 evro yazılıb. Şəlalə elə bilir ki, 8 manatda sevinmişdir ki, tez alsın. Dedik, bu işdə nəsə tərsliyi var. Zara'da 7 manat olmaz. Təbii ki, 25 manatdır belə maykalar sadə. Amma materialı yaxşıdır. Bu yaxşıdır materialı. Məncə də. Bunu dəyər. Rənglər də var. Şəlalə saçlarını vuruq bugün. Deyək ki, mənim barı saçlarım düşsün, vuruq saçlarım. Birazcık. Çox qəşəngdir. Birazcık. Hörüb açmısan, hə? Bəli, onu Üsalədən copy-paste elədim. Mən indi kimdənsə copy-paste eləmişəm də. Mən əvvəl inanırsınız, yayda ən azından saçımı hər gün başqa cür eləməyə çalışıram. Gündə bir şey geyməyə çalışıram, amma bəzi səbəblərdən fikir verirsiniz, ümumiyyətlə cəmi 3-4 dənə paltarım var, ancaq onlar geyinirəm çevirə-çevirə. Çox qəşəng dizayn eləyiblər. Hə, bəzi səbəblərdən mən 2-3 dənə paltarım var demək olar, onları fırlada geyinim. Əslində evdə paltar çoxdur, sadəcə özümü komfortlu hiss elədiyim bir neçə dənə paltarım var və dayanmadan ancaq onları geyinirəm. Bir də bu aralar biraz kilo almışam. Ona görə də paltarlarımı özümə yaraşdırmıram. İndi hal-hazırda diyetdəyəm, yəni əlimdən gələni yeyəcəm ki, İstanbula gedənə qədər biraz heç olmasa çəkmə azalsın. Deməli, gəlmişəm Cumlaya. Cumla mənim ən sevdiyim brendlərdəndir və istəyirəm ki, buradan rəfiqəmin ad günü hədiyyəsini seçim alım. Görə nə seçəcəm? Biləziklər də çox gözəl görünür. Ha. Baxın, mən bunu seçdim. Every moment matters. Hər anın dadını çıxar. Mən inanın ki, yəni həm hədiyyə alınmağını çox sevirəm, həm də birinə hədiyyə almağı sevirəm. O hədiyyəni ki alanda onu fikirləşib, nə bilim o bəyənərmi, bəyənməzmi, həyəcanı keçirə-keçirə ona aid, ona məxsus bir hədiyyə seçəndə və ən əsası istədiyim şeyi tapanda çox xoşbəxt oluram. Yəni çox yaxşı hiss edirəm. Bu arada Cumlada belə kartlar da var idi. İçərisinə not deyə qoya bilərsiniz. Qablaşdırmalar da çox gözəldir. Bu hədiyyəli qablaşdırmalıdır. Yəni əlavə ödənişlə olur. Amma belə üzərində sadə qablaşdırması da çox gözəl görünür. Deməli, burada dekaliv açılıb. Bunu görəndə çox sevindim. Tətil günlərində səhv eləmirəmsə açılıb. Çünki mən tətildən sonra səhv eləmirəmsə gələndə burada gördüm dekalivi və çox sevindim ki, nəhayət işimə yaxın dekaliv var. Çünki mən o mağazanı çox sevirəm. Yuskdur, dekalivdir. İndi gedək görək nələr var, nələr. Neçədir? Şəlalədir mənim qoruyucu mələyimdir. Əvvəllər mən belə bilirdim. Yanımdakı rəfiqəmi, dostumu, yoldaşımı fərqi yoxdur. İstənilən insan mamamı yol keçəndə əlindən tuturdum. Nə bilim, hər belə apaslı zonada onu qorumağa çalışırdım. İndi Şəlalə gələndən bəri mən o xasiyyətini tərk etmişəm. Çox qəşəng vazlar var. Hamısının qiyməti çox yaxşıdır. Ay, bunlar çox gözəldir. Çox qəşəngdir hamısı. Çeşid çoxdur burada. Dekorativ yaşıllıqlar da var burada belə. Mənə hamam otağının əslində lazımdır belə bir şey. Amma hələ ki almamışam. Burada hətta belə necə deyirlər, sunum qabları da, belə bir şeylər də var. Taxtadan. Bunlar da çox gözəldir. Otaq ətirləri hissəsi və şamlar. Nə gözəl belə yağlar gəlib, essens yağlar kimi. Çox qəşəngdirlər. Ətirli şamlar var təzə. Məsələn, baxın, bu latte qoxuludur. İçində də belə buz kimi bir şey eləyiblər. Ay, əsil belə qəribə bir şəkildə şirin qoxusu var. Latte qoxmur, yalan deyirəm, amma şirin bir qoxu var. Qəşəng bəyəndim.
Yadınızdadırsa sizə göstərmişdim bunları. Deməli, səhv eləmirəmsə City Park Mall. City Park Mallda belə yastıqçalar endirimdə idi. Orada qiymətinə baxacağam görüm buradakı ilə necə fərqlənir. Orada mən bunu çox bəyənmişdim amma almamışdım. Endirimdə idi. Pis olmuşdum ki, kaş alardım. Mən bunu bəyənmişdim. Burada təkrar endirimdədir. Burada bol çeşiddə yemək qabları da görürəm. Bunlar yox, meyvə tərəvəz qablardır. Amma burada yemək qablar var belə. Termos kimi olanlar da var belə. Qəşəngdir. Bu lap komfortludur. Qaşığı və çəngəli yanında. Bunlar isə nisbətən daha isti saxlayanlardır. Lunchbox gedir adları. Bir də belə hissəli olanlar var. 4 hissəyə ayrı-ayrı yemək qoyun. Çox rahatdır. Belə masada boşqab atdıqları. Ay, bir də mən sevdiyim həsirlər. Çox qəşəngdirlər. Nə qədərdirlər özdə. Biz bəyəndim. Burada olmağını çox sevindim. Burada nə gözəl stəkan dəstləri var. Çox qəşəngləridir. Çox qəşəng şeylər var burada. Çox bəyəndim. Hədiyyəlik də çox qəşəng seçimdir məncə stəkanlar. Ay, çox şirindilər. Hamısını göstərmək istəyirəm. Hamısını. Bu da belə. Hara gedək? Gedək. Hara? Hələ vaxtımız var məncə. Evə. Kaş. Evə gedək. Buradan belə bir klapka olardı. Buralarda bir yerdə belə basardıq və evə işinlanardıq. Sonra adam yatmaq istəyir. İşləmək istəmir. Mən də dəhşət. Bir də üstünüzə sağlıq. Bu gün havada nə varsa, mən dəhşətli dərəcədə başım belə bulanıq kimidir. Bilmirəm, sən nə elədin deyəsən? Mən yatmaq istəyirəm. Elə bir bədənim moment bu. Gəzmək istəmirəm, yatmaq istəyirəm. Mən də çox hafsız istəyirəm. Nəysə, biraz da gəzək. Bayaqdan video çəkib şəlaləni deyəsən tək qoydum. Biraz da gəzək, sonra da qaydaq işə. Əslində birinci Zara'ya girmə səbəbim o idi ki, rəfiqəm daha əvvəl biz bir yerdə Axıncıq bayramdan əvvəl görüşəndə Zara'dan bir dənə çanta bəyənmişdi və mən də onun şəklini çəkmişdim ki, bəs onu gəlim onun üçün alım. Amma təəssüf ki, o çantadan qalmayıb. Ona görə də onu ala bilmədim. Mən də düşündüm ki, aksesuar sevir xanım qız. Ona görə də o davamlı mənə motivasiya verirdi. Mən də ona motivasiya verici bir şey almaq istədim, aksesuar. Belə bir şey seçdim. Ümid edirəm bəyənər. Da ofislə bağlı bir şey deməyi unutdum deyəsən. Deyəcəksiniz ki, axı siz yenə də eyni yerlərdəsiz. Eyni yerdə deyilik. Biz əvvəl işləyirdik Ferrari olan binada, yəni ki, o biri tərəfdə. Amma hal-hazırda Port Bakı 1-ə gəlmişik. Deməli, gəldik, ara verdik. Başıma ağrıyır, sizə sağlıq. Bayaq demişdim deyəsən, özümü daha az hiss elədiyimi. İndi daha da bərkiyib. Ona görə gəldik ki, bir dənə terapiya. Şəlalə doğrası mən də baxım. Siz də baxın. Şəlalə deyir ki, videonu qoş söz demək istəyirəm. Biraz zəifdir. Bizim meyvə qabımız hər zaman bol olur. Bu səfər Vüsalə xanım diyetadadır deyə mən çox fikirləşmirəm. Yoxsa kivi heç olmasa alardım. Çünki Vüsalə xanım kivi sevir. Məncə bəsdir. Turşulu məhsulları çox sevir Vüsalə xanım. Mənə yaxşı tanıyırsan. Turşulu biz nə vaxt eləmişdik o üstünə nanə tökürdü ya, o da olacaq vlogda arkadaşlar. Bəli, kanala abunə olun. Kanala abunə olun və siz növbəti videolarımızda görəsiniz. Biz yay boyunca şəlalənin alçanı əzib üstünə duz edib, üstünə limon sıxıb, üstünə nanə səpib yeyirdik. Bu resepti yəqin bilməyən yoxdur. Amma Vüsalə qədər yaxşı eləyən yox. Haqqına girməyəcəm. Mən evdə belə Vüsalə kimi bacara bilmirəm. Yay gəlsəydi, ürəyim istədi lap. Bu arada hal-hazırda videonu 16 Pro-da səndə. Hə. 16 Pro ilə çəkirəm. Mən elə gəlir ki, mənim telefonumdan qat-baqat keyfiyyətli çəkir. Bilməm, mən elə gəlir, yoxsa sizə də. İndi arada baxarsınız da zəhmət olmasa bundan əvvəlki videolara və bu videoya. Görün keyfiyyət necədir, sizcə dəyişib. Всё. Bu mənim bugünkü son yeməyimdir. Mənzərəmə baxın, necə gözəldir. Mən hətta spodu içində bir dənə limon sıxmışam.
Ofisdən işə qayıtdım, işlədik və beləliklə iş saatı bitdi. Mən də işdən çıxanda Port Bazara gəldim. Kamranın çox sevdiyi bir atışdırmalıq var burada. İstədim ona sürpriz eləyib buradan onu alım. Qoy sevinsin. Həmişə o məni sevindirir. Bu dəfə də istədim ki, mən onu sevindirim. Onlar ət qurulardı. Birini toyuqlu, digərini isə malati ilə seçdim. Bir də yol üstü belə bir mağaza gördüm. Bu mağaza Səməd Vurğunla paraleldə 28-də yerləşir. Qiymətlərə inana bilmədim. Bəlkə kiminsə ehtiyacı var deyə çəkdim, paylaşdım. Bu arada yəqin ki bilirsiniz, mənim səhifəm hələ ki çox kiçik bir səhifədir və mən reklam təbii ki qəbul eləmirəm. Bəlkə zamanla reklam qəbul eləsəm də hal-hazırda heç bir göstərdiyim məhsul reklam deyil. Yəni sadəcə olaraq görüb bəyəndiyim şeyləri sizlə bölüşmək istəyirəm. Burada da mürəbbələrin qiyməti olduqca münasibdir, şəhərin mərkəzidir. Bir də ən əsas hər şey o qədər təmiz göstərilirdi ki, mən çox bəyəndim və evdə ehtiyac olarsa gəlib buradan alacağam məsəl. Bir də buna baxın. Bunlar badımcan turşusudur. Yemisiz heç. Beləliklə bu mağazanı da sizə göstərdim. Ümid edirəm ki, işinizə yarayar. Burada belə ədviyyatlar və ətirli çaylar da var. Bu da ağlınızda olsun. Bu arada deməyi unutdum. Bura təbii marketdir adı. Instagramda elə təbii market yazan kimi çıxır. Sonra isə tələsik getdim Kamranın yanına. Çünki biz görüşməli idik. Və mən işdən 5 dəqiqə tez çıxmışdım deyə bu mağazanı rahat gəzib sizin üçün də çəkə bildim. Kamranla görüşüb gəldik Favorit Premium'a. Belə bir çiyələk gördüm və istədim sizə də göstərim. 49 manatdır. Normal çiyələyin isə qiymət artıq düşür. Bura əsas gəlmək səbəbimiz bunlardır. Deməli, Kamran belə ətli yeməklərini çox sevdiyi üçün istədi ki, steak alaq. Amma steakdənsə belə şeylər gördük. Burada steak nisbətən baha idi. Təbii ki, ətinə görə də əti çox keyfiyyətli premium ətdir. Ona görə də çox baha idi. Biz ondan almadıq, onun yerinə belə aldıq. Bu kaşarlı köftədir, bu isə belə lülədir. Qiymətləri isə 5 manat 27 qəpik və 5 manat 42 qəpik. Məncə idealdır. Bugün beləliklə yekunlaşdı. Biz də evə gedirik. Ümid eləyirəm ki, videonu bəyəndiniz. Əgər videomu bəyəndinizsə, kanala abunə olub, videonu like edib, komment yazmayı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.